Salam dostlar, necəsiz? Çoxdandır Meganın videosunu qoymurdum. Deməli, axır ki motoru üstünə qoyduq. Danqıratla. Daha doğrusu danqıratdan. 1 danqırat, 2 danqırat, 3 danqırat, 4 dənə danqıratla qoyduq. Nə tal var, nə bir şey, heç bir instrument yoxdur. Hanırlar, nə deyirsən? Bu da bizim Nurlan, gələcəyin motoristi. Nə sözün var Nurlan? Nə deyirsən, gözünlə su içib işləyəcəyin Nurlan? İşte. Nə? İşləyəcək, bu da dal-dal gedəcək, hə? Neyse, nə qaldı? Nə qaldı Nurlan? Traves, Muraves də nə qalmayıb ki, nə eləmişik ki, bir dənə motor tutmuşuq. Demək, motorda turbo təzə, 2 iliz, 1 iliz onlar işte, Porsche təzə, kolçalar təzə. Buralar nə günlərdir, onları yumuşdum. Təmiz. Belə, inşallah bir dənə qaldın da Traves aşağısını yığıb, sonra da ki pravadalar, farsunqa falan inşallah xodlayıb xoddandan sonra da videosunu çəkib sizə göstərəcəm. Belə. Megan Turbo dizel 1.5 6 skors. Bunların çox adam bu maşınlardan ehtiyat eləyir. Nə deyəm bilərsiniz, bunların ən gözəli bax Siemens, Nasolos, bir də Siemens Porsche kanalında yəni. Bu motorlar ən özündən bu. Mən də motor vurmamışdım, mən də sadəcə motor niyə gördüm. Bu remin dağılmışdı. Bu remen dağılmışdı burada şu. Ne böyle koyacağım da üstüne o hiç. Bu başlamıştı didilmeye, didilip girmişti bu remenin altına, basıp bu remeyi yerinden satmıştı. Onda da ne olmuştu? Klapanlar ayrılmıştı. Yani klapanlara göre söktüm. Ama kompres yok idi, xodlanmadı. Çəkimdə yox idi. Turboda demontajı başını vurmuşdu yerə. Noldan hamısını ideal şəkildə yığdıq. İnşallah yaxın zamanda da xodlama videosunu çəkib sizə göstərəcəm.